Şəkildə verilənlərə görə BDA bucağı ilə buna bir x alfa deyək. BDA bucağı ilə BAD bucağının, yəni bu bucağın fərqi bizə lazımdır. İlk öncə üst bucağın daxili bucaqların cəminə görə, yəni BDS üst bucağının daxili bucaqların cəminə görə biz x-i tapaq. X üstəgəlsin 3x üstəgəl 44 dərəcə bərabərdir 180 dərəcə. Buradan 4x bərabərdir 180-dən 44-ü çıxsaq 136 dərəcə. X də bərabərdir 44 dərəcə alaraq. 34 dərəcə bir dəqiqə. 136-nı 4-ə bölsək 13-ün içərisində 3 dəfə, 16-nın içərisində 4 dəfə 34 dərəcə. Deməli, əgər x 34 dərəcə olarsa, x 34 dərəcə, deməli bu bucağımız da 34 dərəcə olacaqdır. Və deməli 34 ilə 68 böyük bucağın daxili bucaqlarına baxaq onda. Deməli 44 dərəcə üstəgəl 34 dərəcə 78 dərəcə. Deməli 3x-də 180-dən 78-i çıxsaq 102 dərəcə. Həm də 34-ü 3-ə vursaq yenə 102 dərəcə. 102-nin qonşusu olacaq 78 dərəcə. Və beta bucağı da olacaq. Deməli 34, 78, digər bucağı tapsaq 180 çıxılsın. 34 ilə 78, 110, 100, bir də 12, 112. Deməli qalacaq 68 dərəcə. Deməli buradakı beta da olacaq 68 dərəcə. Və bizdən deməli BDA, yəni 78 dərəcə ilə BAD-nin, yəni 68 dərəcənin fərqi istənilir. Fərq də olacaq 10 dərəcə. 78 çıxılsın 68 bərabərdir 10 dərəcə.